Mənə bir maraqlı misal gəlir ki, ağlıma. Sən qeyd etdin ki, süni intellektlə bağlı bir təcrübə proqramı var. Sizin və ümumiyyətlə məlumatın ola bilər də digər universitetlərdə. Hazırda süni intellektlə bağlı hər hansısa bir fənn varmı? Dərslər keçirilirmi bununla bağlı? Elə bizim bu semestr fənnimizin adı süni intellekt fənnidir. Süni intellekt fənni keçirik və digər universitetləri bilmirəm açığı, amma Adunsuda süni intellektlə bağlı, yerli belə innovativ şeylərlə bağlı bir çox yeni fürsətlər var və süni intellekt belə deyim, bir 6 aya sığmayacaq bir şeydir. Çünki süni intellekt dayanmır, daim inkişaf eləyir. Yəni adi süni intellektin bir il əvvəl bizə göndərdiyi şəkillə, yaratdığı şəkillə indiki şəkil arasında dağlar qədər fərq var da. Yəni daim özünü yeniləyən bir şeydir. IT sahəsi onsuz belə bir sahədir ki, daim yenilənir. Ona görə tələbat çoxdur ki, bir insan tutalım bir tələbə gedir kursdan məzun olur və deyir ki, məsəl üçün süni intellektlə bağlı elə deyək. Süni intellektlə bağlı bir kursa gedir. Kurs 6 aydır. 6 ay sonunda deyir, artıq bitdi. Mən süni intellekt mütəxəssisiyəm. Mənə artıq yerli şirkətlər, bütün şirkətlər mənə gəlməlidir ki, mənə iş təklif eləsinlər. Amma heç həyat da belə toz pəmbə deyillər. Bir çox nüanslar var təbii ki, özünü göstərmə nüansı ən önəmli faktordur ki, LinkedIn və sair digər proqramlardan yaxşıca özünü göstərməlisən ki, mən bunları eləmişəm, proyektlərini paylaşmalısan və s. Amma süni intellekt və digər sahələr, IT yönümlü sahələr daim inkişafda olan sahələrdir deyə kursdur və s. digər təbii ki, bunlar önəmlidir, yaxşıdır şeydir. Self-study belə edə bilərik də. Ancaq daim özünü inkişaf etdirməlisən. Daim öyrənməyə çalışmalısan ki, tələb olunan sahələrdən, tələb olunan öhdəliklərdən, vəzifələrdən geri qalmayasan. İndi məsəl üçün bir şirkət bir proqram tələb edirsə data analitika ilə bağlı, elə bir başqa bir şirkət belə bir proqram yarada bilər ki, tamam əla bir proqramdır. Yəni, artıq bütün şirkətlər başlayacaq o proqramı tələb eləməyə. Amma sən kursda başqa proqram öyrənmisən. Yəni ona görə daim özünü yeniləməlisən. Düzdür. Xəyal, sənə belə bir sual da vermək istəyirəm ki, təhsil həyatı əlbəttə ki, vacibdir, tələbəlik vaxtı. Bəs sosial fəaliyyətlərinə bağlı nə deyə bilərsən? Sizin universitetin imkanları və ya universitetdən əlavə imkanlarla bağlı? Universitet daxili imkanlar, belə deyim əvvəlcə, texniki bacarıqlar mənim üçün daha aşağıda qalır. Nəinki yumşaq bacarıqlardan, mənə önəmliyi cəhətindən, vacibliyi cəhətindən. Çünki texniki bacarıqlar əgər tutalım, mən kompüter mühəndisi olacam deməklə kompüter mühəndisi olunmur. Təbii ki, insan özünü yaxşıca tanımalıdır, bilməlidir mən nəyi yaxşı bilirəm. Mənim ümumiyyətlə, necə deyim, biliyim buna çatacaqmı? Çünki çətin bir prosesdir, ağrılı bir prosesdir. Ona görə biraz insan özünü də yaxşıca analiz eləməlidir ki, mən bunu öhdəsindən gələ biləcəyimi və s. Bu analiz prosesi yumşaq bacarıqlara gedir. İnsanın özünü yaxşıca analiz etməsi, nəyin nə olduğunu bilməsi, öz səhvlərini, öz mənfi cəhətlərini, yaxşı cəhətlərini bilməkdə, belə deyim. Ona görə texniki bacarıqlar daim yenidən öyrənilə biləcək bir şeylərdir. Məsəl üçün, bir dənə stereotip deməyim də, belə bir düşüncə var ya, deyir ki, başı var amma oxumur. Yəni, başı var amma oxumur olan insanlar onsuz çox vaxt yumşaq bacarıqları biraz geri planda qalan insanlardır ki, onlar özlərini göstərə bilmirlər, belə deyim. Amma həqiqətən başı varsa, zaten onsuz o həmin ixtisas üzrə getsə oxuyacaqlar. Çünki bunun öhdəsindən gələ biləcək gücü var. Amma yumşaq bacarıqlar deyəndə nəyi nəzərdə tuturam? Məsəl üçün, şəbəkələşmə, insanları tanıma, kommunikasiya, ünsiyyət və s. Yəni, bunlar çox önəmli faktorlardır. Ona görə mənim üçün yumşaq bacarıqlar daha önəmlidir. Universitet daxili fəaliyyətlər var təbii ki, müxtəlif qruplar var, komandalar var və s. təşkilatlar var, belə deyim. Hər universitetdə olandır, TKT, TİK və s. Tələbə Gənclər Təşkilatı, Həmkarlar İttifaqı və s. Bunların yaratdığı bir fəaliyyətlər olur, orada debatlar olur və s. Orada aktiv inkişaf etmək göstərir ki, həqiqətən yəni bir fərqi göstərir. Sən ora ilk daxil olandan son çıxdığında fərqli olursan. Yəni biraz utancaq və s. ünsiyyəti, öz fikir və paylaşmağa çəkinirsən, amma artıq bir müddət keçəndən sonra rahat olursan. Yəni bu da yumşaq bacarıqların inkişafına gətirib çıxardır. Gələcəkdə də bu kimi bacarıqlar iş həyatında, karyerada çox vacibdir ki, işə qəbul olanda bunların hər birini yoxlayırlar. Mütləq. IT yönümlü ixtisaslarda ekstra bir önəmlidir. Çünki texniki bacarıqlar hamısının əla olanlarda var. Amma müsahibətə hamı texniki bacarıqları əla ola bilər. Hamı texniki suallara cavab verə bilər. Amma yumşaq bacarıqlar, yəni komanda ilə işləmə bacarığı və s. çox önəmlidir. Ona görə buradan da belə səslənib ki, abituriyentlərə universitetdə daxil olandan sonra daim
özləri üçün bir period çəkə bilərlər ki, mən ilk 2 kurs yumşaq bacarıqlarıma üstünlük verəcəm, son 2 kurs texniki bacarıqlarıma. Mən elə elədim şəxsən. İlk 2 kurs daha çox yumşaq bacarıqlarıma önəm verdim və onun da bəhrəsini sonradan gördüm. Yumşaq bacarıqlar elə bir şeydir ki, onun bəhrəsini sonradan sənə gəlir, sənə qayıdır. Məsəl üçün Isaac Gənclər Təşkilatı var, dünyanın ən böyük gənclər təşkilatıdır. Orada Isaac Azərbaycana mən müraciət elədim. Orada qəbul oldum. 1 il 6 ay orada fəaliyyət göstərdim. Menecer olaraq sonra komanda lideri oldum və s. O birbaşa həqiqətən yumşaq bacarıqlarıma, ümumiyyətlə mənim dəyişdiyimin ilk toxumları belə deyim də, insan fikri dəyişir yaşaldıqca və s. də, yəni belə böyüdükcə. Ona görə Isaac-in məsələn digər təşkilatların, gənclər təşkilatlarının çox böyük fərqi var. Çox böyük fərqi olur. Təbii ki, çox vaxt IT önümlü gedən tələbələr yumşaq bacarıqlar nə deyə və s. deyə düşünürlər. Onlara önəm vermirlər və s. Əsas otur kod yaz, kodu bil və s. düşünürlər. Amma mən iş həyatında da bəzən bu bizim məsəl üçün göstəridə IT komandası ilə məsələn deyirəm marketinq komandası bu özünü göstərir. Göstərir, bəli. Onsuz da o göstərəcək. Çünki zaten bizim işimiz onsuz kompüterləndir də. Amma yenə də komanda ilə işləmə, lidershiplik, liderlik bacarığı və s. ünsiyyət bacarığı çox önəmlidir. Ona görə nə məsləhət görürəm ki, həqiqətən universitetə daxil olandan sonra biraz axtarış etsinlər. Təşkilatlar var, müxtəlif gənclər təşkilatı həqiqətən insan özünü orada inkişaf etdirə bilir. Orada çünki sənə biraz erkən məsuliyyət götürmə də yaxşı bir şeydir. Orada sənə kiçik bir tapşırıq verilə bilər və sən bilə bilərsən ki, mən bunu komanda ilə işləsəm necə olacaq, nəticə necə oldu, mən ümumiyyətlə bunu üstəsindən gələ bildimmi və s. Yəni belə, bir də bunu ən sonda öz sahə ilə də uyğunlaşdırmaq yaxşı şeydir. İndi də məsəl üçün mən də ilk 2 kurs yumşaq bacarıqlarıma önəm verdim və s. Sonradan məsəl üçün hətta təbii ki, arada texniki bacarıqlarımın da üstəsindən gəlirdim də, yəni kurslar olurdu və s. 4-cü sənaye inqilabı var, Coursera ilə əməkdaşdır, belə yerli bir şeydir və orada 6 həftəlik Courseranı ödənişsiz şəkildə verir, 6 həftə ərzində belə öyrənə bilərsən öz ixtisasına bağlı. Kurslar istədiyin qədər kurs götürsən və öyrənirsən, hətta onlar sənə sertifikatlar artıq verirlər, kursu uğurlu tamamladıqdan. Sertifikatlar da verir. Mən də elə buna da faydalanmışdım məsələn. 6 həftə yay ayına verib özüm deyim, gətizdirmişdim ki, yayda boş olacam, onsuz işləyim. Yəni belə şeylər də var. Ona görə demirəm tam yumşaq bacarıqlara və yaxud tam texniki bacarıqlara yönəlsinlər. Biraz balanslı saxlaya bilərlər, amma birinin balansı qaçanda da narahat olmasınlar da. Yəni onsuz hələ daim hələ gedəcəyik, onsuz gəncik, yaşayırıq, görə gəlirik. Yəni ona görə daim insanlar özünü inkişaf etdirə bilər istənilən sahədə.